Ben de bütün icra işçilerimizden hamısını salamlayıram. Ben bir söz demək istəyirəm. Təhər bana. Neçə dəfə iclas keçmişik, bir dəfə şəhidlərimizi bir dəqiqələ sükutlar yad eləməmişik. Eləyəcək. Amma gələcək. Elmən belə hər iclasımızda onları yad eləməliyik. Eləyəcək. Çünki Ben onu planlaştırmışım ki iclasımızı yekunlaştıralım eləyək. Ondan sonra qeyri-rəsmi hissəyə başlayalım. Yani diyelim ki, böyle Hem şeylemişik. Aprelin 28'i yadındadır elədik. Eləyərik inşallah. İnşallah. Eləyərik. Taşıq şu tamam ediyor. Axırı da şeirlə. Buyur. bu şehit dedikdə Ayten Hanım'ın ağrısı her adam bilə bilməz. O vəziyyəti yaşamayıbsa, mən də qardaşım Şuşa batalyonda vuruşurdu, zamanı təzə evlənmişdi. Yani orada yaralandı, geldi 18 yıl yatak hastası oldu. Ondan sonra rahmete gitti, onu sonra da Allah rahmet eylesin. Allah bütün şehitlerimize rahmet eylesin. Amin. Onun ağrı acısın, yaşamışım, Ayten Hanım'la başa düştüm. Kaldı birliğimizin bu faaliyetine, birliğimizin faaliyeti birden zayıflayır, birden yaxşılaşır. Ben bir söz demek istiyorum. Türkiye'den yoldaşları biraz mehribansılıqla yola salmaq lazımdır. Çünkü bura könüllüdür. Bura hiç kim mecbur gelmir. Biraz dilimizin altına qət qoyaq, şirin eləyək dilimizi. Çünkü her hansı bir adam gelip bir çayxanada oturup bu təşkilatın adından danışsa ki, belədir, deməli o rayonda bu təşkilata qoşulan olmayacaq. Ona göre de gedəni yola salanda mehribansılıqla salmaq lazımdır. Pis adam olsa da, pis, mesela zayıf iştirak eləsə də onu yaxşı yola salır. Sahabəli Dəsgərovu təntənəli yola salmış. Heylə də lazımdır. Hakkında pis Söz söz gelir dememiş. başka yerde onunla soruşalım. Soruşalım diyecek ki belədir vəziyyət. Biz onu yalan salandan sonra məhkəmə 2 yıl ona şərti Bu cəza belə. verdi. Hamınızı təbrik edirəm. Çox sağ olun. Sizlərə işləriniz uğurlar arzu edirəm. Gün o gün olsun ki, fəaliyyətimizin neçə illərini qeyd edirəm. Çox Çok sağ sağ olun. olun, var olun. Allah sizə can sağlığı versin. Sağ olun. Mənim yekunlaşdırsın. Şəhər müəllim buyur. Hamı çıxış elədi. Hamı çıxış elədi.